Keçən cümələrdə ikinci xütbəmizdə qəflət mövzusu barədə danışırdıq və qeyd eləmişdik ki, qəflətin ən təhlükəli növü insanın özündən, öz fitrətindən qəflətdə olmasıdır. Bugün də insanlığın ən özəl tərəfi olan fitrət barədə danışacağım və çalışacağım müəyyən qədər də olsa fitrətimizin bir xüsusiyyətinin də olsa üstündən qəflət pərdəsini götürüb özümüzü, öz fitrətimizi olduğumuz kimi tanımağımıza vəsilə olun inşallah. Fitrətimizin, yəni bizim insanlığımızın bir mücərrəd tərəfi var ki, bir də maddi tərəfi var. Bizim maddi bioloji tərəfimiz və mücərrəd ruhani tərəfimiz var. Maddi tərəfimiz çox aşkardır, hiss olunur, görülür, baxanda bilirik, ağrıyanda hiss eləyirik. Nəyimiz hardadır, yaxşı bilirik, böyrək hardadır, göz hardadır, filan şey yeyərik, filan şey yeməyə bilərik, onu eləsək nə olar, bunu eləsək nə olar. Çox rahat hiss eləyirik maddi bədənimizin problemlərini. Maddi bədənlə əlaqəli hər nə baş verirsə, anında başa düşə bilirik. Maddi tərəfimiz o qədər də gizlin deyil biz üçün. Baxmayaraq ki, hərçənd ki, indiyə qədər heç elm insanın bioloji tərəfini də tam axırına gedib çıxa bilməyib. Yəni, insan heç bioloji olaraq kəşf olunmayıb axıra qədər. Hələ də elmi araşdırmalar gedir, tibbi araşdırmalar gedir. İnsanın bioloji varlıq olaraq hüceyrə sistemindən tutmuş, ta sinir sisteminə qədər, qan-damar sistemi və s. və ilaxır. Bunların hamısı bugün də araşdırılır və yeni məlumatlar əldə olunur. Yəni, belə deyil, tibb gəlib deyir ki, mən insanı tamamilə araşdırdım və insanda da artıq bundan şey ola bilməz. Belə bir tibbin əsla belə bir bəyanatı yoxdur, belə bir fikri yoxdur. Yəni, insan heç bioloji varlıq olaraq tamamlanmayıb, o ki, qaldı ki, mücərrəd tərəfi tamamlana. Mücərrəd tərəfi tanına. Və insanın bir mücərrəd tərəfi var, ruhani tərəfi var ki, o daha dərindir və daha əhatəlidir. Hələ bioloji varlığımız bu qədər əhatəlidirsə, insanın mənəvi tərəfi, ruhani tərəfi onunla müqayisə olunmayacaq dərəcədə böyük, geniş və əhatəlidir. Mən bioloji insanla ruhani insan, yəni insanın bioloji tərəfi ilə ruhani tərəfinin fərqini sizə bu cümlədə demək istəyirəm ki, misalla ki, mənim məsələn, özüm nəzərdə tuturam, ya sizin, kimsənin şəkli ilə onun özü arasında nə qədər fərq var? Bir adamın fotosu və bir adamın özü. Deyirsiniz ki, fərqini izah etməyə heç ehtiyac belə yoxdur. Çünki o qədər fərq aşkardır ki, foto hara, insanın özü hara. Düz? Bax, insanın bioloji tərəfi ilə ruhani tərəfi də o foto ilə həqiqi insanın özü arasındakı fərq qədədir. Hələ bizim bioloji tərəfimiz bu qədər əsrarəngizdirsə, ruhani tərəfimiz, bioloji tərəfimiz əslində o şəkildir. Əsrarəngiz olan, daha dərin olan və əhatəli olan bizim ruhani tərəfimizdir. Biz ancaq bədənlə məhdudlaşan zahiri tərəfimizlə kifayətlənib qalanda özümüzdən qəflətə düşürük. İnsan özünü ancaq gördüyü kimi qəbul eləyəndə qəflətə salır. Mən qəbullandımsa ki, mən buyam, mən qəflətdəyəm. İnsan var idi, məsəl üçün bizə ara sıra deyirdilər ki, çox yuxarıdan danışırsınız, dindar dostlarımız deyir də, deyir, çox yuxarıdan danışırsınız. Bəzi ruhanilər, məsələn, mənə bəzən deyirlər, deyir, çox yuxarı mövzular danışırsınız. Yəni, biz elə buyuq, qoy elə belə də qalaq da, biz elə buyuq, gücümüz buna çatır. Deyirəm, bax, bu özünün özündən özünü qəflətə salmaqdır. Özünün qabağına özünü maniyə qoymaqdır. O nə deməkdir? Mən elə buyam, belə də olacam, qoy elə belə də qalım. Bu insanın özündən qəflətidir. Sənin xəbərin var nə boydasan və özünə nə boyda ölçü təyin edib deyirsən ki, mən elə buyam.
Bu insanın özünə xəyanətidir. Qəflət əslində bir növ özünə xəyanətdir. Sən nə boydasan, gəlib deyirsən ki, mən bu boyda olmaq istəyirəm, qoy elə bu boyda da qalım. Biz bədən maneəsini keçərək, bədənin fövqündə olan özümüzü müşahidə eləməklə öz həqiqətimizə yol tapa bilirik. Bədənin fövqünə qalxmaqla, bədənin maneəsini keçərək, maniyəni aşmaq lazımdır. İnsan bədənlə tanıdığı özünün maneəsini keçməlidir ki, birinci növbədə bax bunu deməlidir, mən bu deyiləm. Mən ürək, qan, kapilyar, beyin, nəfəs almaq, yemək istəyən, ehtiraslanan, qəzəblənən, duyğusal olan, ağlayan, gülən adam deyiləm. Məndə bir dərindən dərin var ki, o zaman insan bunun varlığını ilk növbədə, özünün dərin varlığını ilk növbədə qəbul etdiyi zaman öz həqiqətinə yol tapa bilir. Birinci addım elə bil qapını döymək budur ki, insan öz bədəninin fövqündə olan özünü müşahidə etmək üçün addım atsın. İnsanın problemi odur ki, özünü naqis tanıyır, özünə də naqis yanaşır. Çox təəssüf. Bax, bəzən dində bəzi şeylər başa düşülmür. Adam var, sual verir. Düzdür, biz sualına cavab veririk, işimiz odur. Biz orada dəndəsgah açmırıq. Misal üçün, adam sual verir. Sualı verəndə bir qədər, çox demirəm, biz arif adam deyilik mən, məsələn, ariflərin heç keçirtdiyi halların, bildiklərinin tozunu belə bilmirik. Amma ən azından bəzi şeyləri oxumuşuq deyə başa düşə bilirik. Bəzi sualların yaranma səbəbi insanın özünü tanımamasıdır. Sualı verirsən, başa düşürsən ki, bu sualın cavabı var, ayrıdır o heç. Amma bu sual niyə yaranıb? İnsan əsas problemdən, əsas məsələdən xəbərsizdir deyə. İnsan özündən xəbərsizdir deyə bəzi sualları ortaya atır. Ya etiraz şəklində, ya maraq şəklində, ya elə sual şəklində, fərq etməz. O qədər elə suallar var ki, soruşur ki, məsələn, niyə bunu eləməliyəm də, məsələn, niyə bu olmalıdır? Mən bunu niyə görməliyəm? Mən bəzən düşünürəm ki, deyirəm, valla, bəzi suallara cavab vermək üçün, cavab tapmaq üçün cavab axtarmaq lazım deyil. Kənarda axtarmaq lazım deyil. Bir qədər özünə baxırsan, görürsən ki, məsəl üçün, misal çəkirəm sizə, adi bir misal. Heç görmüsünüz, bir insan gəlib sizə sual versin ki, mən su içməliyəm, niyə? Su içməliyəm, niyə? Adam bu sualı vermir. Niyə vermir? Çünki o görür ki, su içmək ona görə ki, su istəyir. Su istəyirsə də, deməli, ona ehtiyacı var. Bu qədər saadətdə məsələ. Mən su içmək istəyirəm, çünki suya qarşı məndə bir rəğbət yaranır, meyl yaranır, susuzluğu hiss edirəm. Susuzluğu da hiss edirəmsə, deməli, mənim ona nəyim var, ehtiyacım var. Bəzən insan sual verirsə ki, mən bunu niyə eləməliyəm? Bu sualın cavabı əslində ondan qaynaqlanır ki, sən bir qədər də olsa özünü tanımamısan, azacıq. Azacıq da özünü tanısaydın, bəzi sualları etiraz şəklində insan verməzdi. Nə insan özünə yanaşmada düz yanaşmır deyə, nə də Allaha yanaşmada düz yanaşmır deyə bəzi suallar çıxır ortalığa. Misal üçün, oturub durub sual verirlər. Sübh namazı niyə 2 rükətdir? Deyirəm, cavabını desəm nə olacaq? Əvvəla bəzi şeylər var ki, cavabı yoxdur. Nə mənada yoxdur? O mənada yoxdur ki, o sualı verdiyi və uyğun cavab axtarırsan. Mən sənə deyim ki, sübh namazı, biz də düzüb qoşuruq da. Sübhdir, səhər tezdəndir. Durursan yuxudan, 8 rükət ağır olar da. 2 rükət Allah sənə üçün. Belə yola veririk məsələn. Cavab bu deyil, amma. Cavab budur ki, sən heç o sualı verməməliydin birincisi. Amma vermisənsə də, sənə bir dənə əhatəli cavab verim, elə buradan deyimsə. Bəzi sualların cavabı onda gizlənib ki, bu Allahın əmridir. Allah bunu belə etmək istəyir. 2 rükət təyin eləyib. Mənim də işim bəndəlikdir. Mən özümü tanıyanda görürəm, mən bəndəyəm. Allaha baxanda görürəm, o Allahdır, Rəbbimdir. Burada bir şey başa düşürəm mən. Rəbbdirsə, nə dedisə,
Mənim işim icra eləməkdir. Niyə icra eləməkdir? Kör-körana xeyr. Mən Allahı tanıyıramsa bilirəm ki, o heç vaxt mənə ziyanlı şey təyin eləməz. Mən bilirəm ki, 2 rükət məsləhətdir deməli. Vəssalam, mənim artıq bax bildiyim cavaba budur. 2 rükət məsləhətdir. Niyə 1 ay oruç tuturuq? 1 ay məsləhətdir. 1 ay lazımdır. 1 ay insanı düzəldə bilir. 1 ay sənin üçün faydalıdır. Hikməti budur ki, bunu təyin eləyən Allahdır və sən də bəndəsən. Allah da hikmət sahibidir, bəndəsinə nəyin lazım olduğunu hamımızdan yaxşı bilir. Ona görə də bizə o qaydaları təyin eləyir. Sənin də vəzifən bəndəlikdir. Sən özünü bəndə kimi tanımayanda, Allahı Allah kimi tanımayanda ortaya bəzi suallar çıxır və başlayır o suallar insanı qaynatmağa, şübhəyə salmağa. Sonra da deyirik ki, düz deyə din hər şeyə cavab verə bilir. Dində cavabsız qalan sual yoxdur. Amma bəzi suallar var ki, dediyim kimi, o suallar yanaşmanın səhvliyindən yananır deyə din qalır belə qərib vəziyyətdə, ruhani belə qalır qərib vəziyyətdə ki, bəzi məsələlər var ki, sən ondan əvvəl müqəddimələri bildiyin zaman gəlib bu sualı verməzsən. Məsələn, təsəvvür edin ki, bir adam gəlir sual verir ki, mən lövhəyə yazıram A hərfi. Deyirəm, ay uşaqlar, ay cavanlar, ay insanlar, tələbələrə dərs keçirəm məsələn. Deyirəm, bax, bu A hərfidir. Tələbənin biri qayır, o niyə A hərfi ilə yazılır? Olmazdı ki, biz onu düz yazardıq. Bu sual deyil axı. O uşağın azacıq intellektual səviyyəsi, bilgisi, dünya görüşü, zərfiyyəti, geniş əhatəli baxış tərzi olsa bilər ki, qardaş, hər hansısa işarə A olmalıdır da. İndi bunu təyin eləyiblər də, indi A kimi. Məsləhət bunu biliblər. Niyə? Gündə bir əlifba dəyişər ki, bunun xətri istəyir ki, A, T kimi yazılsın, T, A kimi yazılsın. Məsələn, misal çəkirəmiz. Və bəzən insanlar belə oyun oynayırlar bəzən. Bu nədən qaynaqlanır? İnsan özünü tanımır deyə, dinə də gələndə, dinin həqiqi mahiyyəti qalır kənarda, başlayır dinin təfərrüatı ilə oynamağa. Səhərdən axşama elə verdiyi suallar təfərrüat, danışdığı cümlələr təfərrüat, din haqqındakı mülahizələri təfərrüat. Odu qoyub közü ilə oynayanlar deyirlər bəzən bunlar. Və belə vəziyyət yaranır bəzən dində. Nədən olur bunlar hamısı? Dediyim kimi insanın özünə və dininə və Allahına səhv yanaşmasından yaranır. Nə qədər yanaşma onun çox böyükdürsə, düzdürsə, sağlamdırsa, insan bəzi şeyləri baxanda, ağlına gələndə cavabını tapır hətta. Elə ki, bəzi şeylər, şübhələr sizə doğru gəldi, o şübhə ilə qarşılaşan kimi cavab dərhal fitrət üzdən çıxır üzə. Fitrət hər şeyin cavabını verə bilən ən gözəl ünvandır. Sadəcə lazımdır ki, o fitrətə biraz şərait yaradasan. Fitrətə biraz, bizim bir el misalımız var, fitrətə biraz daydaylıq eləmək lazımdır ki, fitrət işini görə bilsin. Fitrəti baskı altında saxlasın, fitrət iş görə bilmir. Mən bugün fitrət barədə mövzumuzu danışdıqca, siz elə düşünməyin ki, bunlar fəlsəfi, nəzəri və ancaq düşünməklə əlaqəli məsələlərdir. Düzü, mən bayaqdan deyirəm düşünmək, amma indi bir söz demək istəyirəm sizə ki, bəzi şeylər də var ki, düşünməklə də əlaqəli deyil. Çox qəribə bir söz deyirəm sizə, bax, diqqətli olun. Bəzi mətləblər var ki, onları insan düşünməklə də tapmamalıdır. Bir şey ki, insan düşünməklə tapdısa, hər şey daha doğrusu, bəzi şeylər var ki, onları düşünməklə tapdısa, bu bir addım geridə olmaq deməkdir. Bir addım gerilikdir. Bəzi şeylər var ki, onları düşünməmişdən qabaq. Misal üçün, adi bir uşaq anadan olanda düşünür ki, mənə süd lazımdır. Düşünür ki, mən süd istəyirəm, düşünürəm, oturum, mən neyniyim ki, valideynlərimə başa salım ki, mənə süd lazımdır, ağlayım. O düşünür, eləyir onu sizə, yox. Hələ düşüncə onda zaman formalaşacaq. Deməli, biz hələ düşüncə bacarığı bizdə formalaşmamışdan öncə bizdə fitri hisslər var ki, fitri məsələlər, nəsnələr var ki, onlar heç düşünməklə də əlaqəli deyil. Məsəl üçün, mən oturub düşünürəm ki, həmən 6 saat bundan əvvəl çörək yemişəm, mənə hal-hazırda qida lazımdır, mən gedim zəhmət olmasa oturum çörək yiyeyim. Yox, mən bunu düşünərək tapmıram, mən aclığı hiss eləyirəm, deyirəm, yeyib oturub çörək yiyirəm. Fikrim başa düşürsə. Düşünmək nədir? Düşünmək odur ki, mən düşünürəm ki, nə yiyeyim? Nə yiyeyim başqa şeydir. Amma mən yemək hissini düşünərək hiss etmirəm, mən onu atifi olaraq, heç bir vasitə olmadan hiss eləyirəm.
Və yadınızda qalsın ki, bu fitrət mövzusu mən haqqında danışdıqda siz bunları fəlsəfi məsələlər kimi qəbul eləməyin. Nəzəri məsələlər kimi qəbul eləməyin. Mən danışdıqca siz çalışın bunların sizdə olduğunu hiss eləyə biləsiniz. Düşünərək qəbul eləyəsiniz, yox ha. Fitrət odur ki, düşünərək qəbul eləyə biləsiniz, yox. Fitrət odur ki, hiss eləyə biləsiniz. İnsanın hiss etməsi düşünməsindən daha əvvəldir. Və fitrət odur ki, Allahın varlığını düşünüb tapmamışdan qabaq fitrən hiss eləyir, o var. O bir məsəl deyirlər, deyir, qəzaya uğrayan təyyarədə bir dənə də olsun ateist tapa bilməzsiniz. Bir təyyarə, ateisti doldurun təyyarəyə, təyyarə Allah eləməsin, qəzaya uğrasın, hamısı dönüb olacaq Allah pərəst. Elə ki, fitrətin önündən maneələr götürüldü ya, qüdrət getdi işinin dalayacam, pul getdi işinin dalayacam, bədən təhlükədədir, can təhlükədədir, artıq heç bir maddi qüvvə səni oradan xilas eləyə bilməyəcək, dərhal nə baş verir? Fitrət var gücü ilə işə düşür və sənə deyir ki, bir varlıq var ki, səni xilas eləyə bilər, başqa heç kim və heç nə. Fitrət o anda fəryadın sənin qulağına çatdırır. İllərdir deyirəm bunu, maddiyyat örtüb gözümü görmürsən. İndi ki, maddiyyat çəkildi, dayandı kənarda, indi hiss elə, başa düş ki, Allah var. Quranda Allah misal çəkir, deyir, biz onları gəmiyə mindirəndə hamısı loğa-loğa minirlər gəmiyə, elə ki, gəmiyə bir tufan gəlir, dərhal hamısı Allaha çağırırlar. Hətta ona bir lətifə də düzü qoşublar. Göydə olanda nəzir eləyir ki, təyyarə qəzaya uğramasın, düşəcəm filan nəzirimi yerinə yetirəcəm, təyyarə sağ-salamat düşür. İndi qüdrət tezdən qayıdı bax özünə. İndi ayağı torpaqda da bəkdir. Aha, arxalandığı bir şey var. Fitrətin səsini batırır, deyir, hə, adamın göydə dolanda ağlına giz-giz şeylər gəlir. Bax, o giz-giz şey dediyimiz şey əslində fitrətin səsidir. İnsan həmişə fitrətinin səsinə giz-giz şey qoydu adını. Özünə ən böyük xəyanəti insan orada elədi ki, fitrətinin səsinə düzgün reaksiya verməyi bacarmadı. İnsan özünü dərindən duymağı bacarmalıdır. Dərindən duymalıdır insanlığın. Bunu necə etməlidir, hər öz-öz fikirlər. Çox səbəblər, çox metodlar var. Mən onlar haqqında danışacağam Allah nəsib eləsə Məhərrəm ayında. Və bir şey deyim ki, insan özünü dərindən duymağı bacarmalıdır. İnsan kimi duymaq, insan olduğunu duymağı bacarmalıdır. Və bunu bacarmasa, yüzlərlə nəzəri, fəlsəfi, məntiqi, elmi, arqumentlər, dəlillər gətirsək də qəflət problemini həll eləyə bilməyəcək. Məsələn, özünü tanıma, insanın özünü tanıması, özü haqqında məlumat əldə eləmək deyil ha. Elə anlamayın ki, müəllim oturacaq, sizə özümüz haqqında məlumat verəcək və biz də o məlumatları öyrənib özümüzü tanıyacaq. Ay-hay! Elə olsaydı nə var idi ki? Elə deyil. O qədər intellektual adamlar var, o qədər məlumatlı alimlər var, bazalı alimlər var, insanlar var ki, zərrə qədər də özünü tanımayıb. Bir zərrə qədər tanımayıb kimdir o? Mən alimlər var ki, dünya bəhbəhlə onu tərifləyir, bunun elmi belə, öbürsü belə. Bəzən onun çıxışlarına da baxmışam, kitablarını oxumuşam ki, bu təriflədikləri adam özünü, insanı heç tanımayıb ki. Xəbəri yoxdur bunun insan kimdir. Düzdür, əsərləri milyon tirajlarla satılır, intellektual səviyyəli alim kimi tanıyırlar, nə bilim, filan qədər məqaləsi, filan qədər elmi mətbuatda çıxışları və s. və axır. Amma baxırsan ki, adam özünü tanımayıb. Məlumatı var ha, özünü tanımayıb. Özünü tanıma ayrı şeydir, məlumatlı olmaq ayrı şeydir. İnsan özünü duymadısa, ona heç bir məlumat kömək eləməyəcək. Mən özümün insanlığını duymayandan sonra, belə deyim də, mənim misal üçün, mən fizika elmini gözəl bilirəm. Fizika elmində məndən üstün yoxdur dünyada. Nobel mükafatı almışam, təsəvvür edin, fizika üzrə mən. Amma mənim bir məzlum bir insana yazığım gəlmirsə, mən ona olan o, belə deyək də, yazığım gəlmir nə mənada, yəni mərhəmət eləmirəmsə, içimdə rəhm yaranmır yıxılan insana qarşı, mən o rəhmi duymuramsa içimdə, fizikadan çox bilməyim mənə kömək eləyə bilər? Yox. Hansı elmdən məlumatlı olmağım mənə kömək eləyə bilər? İnsani keyfiyyətlərimin hiss olunmasında, əsla və əsla. O qədər
Böyük alimlər olub ki, insanlıqdan payları olmayıb. İnsanlıqdan zərrə qədər payları olmayıb. Heyvan kimi yaşayıblar, heyvan kimi də dünyadan göçüblər. Ona görə də özünü tanıma, özün haqqında məlumat əldə eləmək deyil. Özünü tanıma, yəni, qısa izah edeyim sizə, özünü tanıma deyəndə nə nəzərdə tuturam? Yəni, insan öz varlığı ilə, öz xalis fitrəti ilə əlaqəsinin şiddətli olması, budur özünü tanıma. Mənim öz fitrətimlə əlaqəm nə qədər şiddətlidirsə, mən o qədər çox özümü tanıyıram. Bugün insanın fitrəti ilə əlaqəsini kəsiblər. Ona görə ürəkləri istəyən insan modeli yarada bilirlər. Ürəkləri istəyən cür insan yarada bilirlər. Nəyi çalsalar insan o havaya oynayır. Nəyi göstərsələr insan onu alır. Nəyə tərəf aparsalar o tərəfə gedir. Nə versələr onu yeyir, nə versələr onu alır. İnsan fitrəti ilə əlaqəsini kəsəndə şeytanın barmağında fırlatdığı bir vasitəyə çevrilir. Olur şahmat fiquru kimi, şahmatı oynadan hara götürüb qoysa, orada gedəcək. Yüyəndir sanki. İnsan fitrətini tanıdığı, fitrəti ilə əlaqəsini gücləndirdikcə öz yüyənin öz əlinə alır. Öz idarə etməsini özünün əlinə alır. Bəzən deyirlərə gəlir oturur, mən filan günahla mübarizə üçün mənə deyir, duadır da, zikirdir də, filan günahla mübarizə. Deyirəm, yaxşı deyirəm, başa salırsan, sən bu zikri elə bunu. Amma bir problem var ki, sən o problemi həll eləməmisənsə, bu zikir, bu dua da sənə o qədər kömək eləməyəcək. Sən əgər öz fitrətinlə əlaqən yoxdursa, kimliyindən xəbərsizsənsə, özünü duya bilmirsənsə, özünün nə istədiyini duya bilmirsənsə, içinin halından xəbərsizsənsə, sən bilmirsən ki, kimsən, nə istəyirsən, nə cür yaranmısan, səndə nələr var, bunlardan xəbərin yoxdursa, mən sənə 100 yükləyim nəzəri məlumatları. Vallah, buradan eşidib, 1-2 dəqiqə yadından çıxana qədərdir, amma yadda saxlayın. Nəzəri məlumatlar yadınızdan çıxana qədər sizə fayda verir, amma fitri məlumatlar həmişə sizinlədir. Fitrətlə əlaqəviz güclüdürsə, o həmişə sizinlə olacaq. Amma nəzəri məlumatlar yadınızdan çıxana qədərdir. Ola bilər bu xutbəni 2 saatdan sonra yaddan çıxardasınız, ora qədər xeyir verəcək sizə. Amma mən nə qədər sizi fitrətünüzlə əlaqə özü şiddətləndirə bilsəm, dediyim sözlərlə, o zaman sizdə daha çox inkişaf yaranacaq, daha çox kamilləşməyə istək yaranacaq. Niyə? Çünki fitrətlə əlaqə şiddətləndiyi zaman hər şey ona bağlıdır. Ariflər deyir ki, ulağı aparıb dünyanın ən gözəl şəhərinə, o vaxt Bağdad idi da, dünyanın ən gözəl şəhərlərini deyir, eşşəyi də üzrsən ulağı, aparıb Bağdada da qoyursunuz, o Bağdadda samandan başqa bir şey görməz. Nə olsun ki, Bağdad gözəl şəhərdir? Nə olsun ki, ağappaq imarətlər var, günbəzlər var, məscidlər var, işıqlar, çıraqlar, küçələr, o birisi, bu birisi. Amma ulağın görə biləcəyi maksimum saman olacaq, yarpaq olacaq. O onlara baxır, görüm nə tapıram məsələn, yiyim. Uca Allah da Quranda bir misal çəkir, bir söz deyir bizə. Bu sözün çox təfsirini veriblər. İndi mən də bir izahını verim sizə. Uca Allah Quran-ı Kərimdə Loğman surəsində, Loğman bilirsiniz də kim olub? Hikmət sahibi olan bir şəxsiyyət olub. Peyğəmbər olmayıb, hikmət sahibi olub. Özün tanıyan kişi olub, belə deyək. Özünə vaqif olan kişi olub. Kim olduğunu bilən kişi olub Loğman. Kimliyin bilən insan olur Loğman. Bunu da bir çıxarış olaraq deyim. Loğman surəsinin 19-cu ayəsində buyurur ki, İnnə ənkərəl əsvəti ləsavtul Hamir. Ən çirkin səs uzun qulağın səsidir. Allah deyir bunu, buyurur. Ən çirkin səs uzun qulağın səsidir. Niyə? Deyirsiniz ki, daha niyəsi var bunun? Qulaq asanda adam bilir də niyə. Başa düşdünüz? Onun səsi gələndə qulaq var, elə çirkin olduğunu elə səsindən başa düşürsən. Amma bu tək cavab bu deyil. Müxtəlif cavablar veriblər alimlərimiz. Cürəbəcür, bir-birindən maraqlı, dəyərli, gözəl. Amma mən onların birinə toxunacağım. Burada gəlin biz uzun qulağı bir simvolika hesab eləyək, bir məcaz hesab eləyək. Allahın eşşəklə düşmənçiliyi yoxdur, estağfurullah, eşşəyi də özü yaradıb Allah. Öz yaratdığı onu, o səsi də Allah verib. Məsələ burada bizim diqqətimizi Allah nəyə çəkmək istəyir, ona baxmalıyıq.
Bəzi adamlar baxır bu ayə deyir, hə də doğrudandır, deyir, səs adamın başına düşür. Elə ki ağzını açdı və salam. Məsələ bu deyil, axı onun səsini də Allah yaradıb, özünü də Allah yaradıb. Niyə bəs? Niyə məhz Allah onu pis kimi təqdim eləyir? Gəlin burada bir qədər məsələni belə başa düşək. Uzunqulağı bir simvolik bir obraz şəklində qəbul eləyək. Bir məcaz olaraq. Uzunqulaq yəni cismani ehtiraslardan, cismani həvəslərdən başqa bir şey istəməyən, görməyən varlığın səsi. Deyirlər, uzunqulaq iki şey üçün üzr istəyirəm o səsi çıxardar. Ya cinsi istəyi olanda, ya yemək istəyəndə. Misal üçün. Yəni bir varlıq ki, ancaq cismani ehtiyaclarını ödəmək üçün ağzını açır, səs salır, özdə necə səs salır, kobud səs salır, kəndi qaldırır ayağa. Onun səsi çirkin səsdir. Bir adam ki, həyatda ancaq vəzifəsi, işi gücü, marağı, ancaq onu maraqlandıran şey qarnını doydurmaq, öz cismani həvəslərini təmin eləməkdirsə, o insanın səsi, yəni fəaliyyəti çirkindir. Allah bizə uzunqulaq misalı ilə başa salır ki, kimlər ki ancaq onun kimi qarın doldurmaq üçün yaşayır, ancaq cismani tərəfini ödəmək üçün yaşayır, onun fəaliyyəti, səs yəni fəaliyyət. Uzunqulaq səsdən başqa nə fəaliyyət göstərir ki? Öz fəaliyyət olaraq, düzdür, belinə yük vurarsan aparar, söhbət ondan gedib, özü, öz xoşu ilə ancaq səs çıxarda bilir də. Özü gəlib sənin əlindən vedrəni almır ki, sənlə ver aparım. Belinə yükləməsən aparacaq, yükləməsən aparmayacaq. O varlıq ki, ancaq öz naminə, öz cismani tərəfi naminə işləyir, çalışırsa, o varlığın səsini Allah deyir, ən çirkin səsdir. Yəqin, sizin də rastınıza çıxıb belə adamlar. Mən bir misal çəkim, mənim rastıma çıxıb, özdə çıxıb deyəndə elə danışıram ki, elə bil az çıxıb, çox çıxıb. Demək olar, elə gündəlik görürük belə adamları. Allah bizi onlardan eləməsin. Hələ biraz da ürəyimizdə bir nur qalıbsa, mənəviyyat qalıbsa, buna görə Allaha şükür eləməliyik ki, çevrilib olmayaq onların bir tayı. Belə adamlar var cəmiyyətdə ki, ancaq pul üçün çalışır, ancaq vəzifəsi üçün, qarnı üçün və heç bir mənəvi tərəfi yoxdur da adamın. Heç bir insani tərəf gözə dəymir adamda. Yapışmağa bir şey tapa bilmirsən. Adamlar görmüşəm mən, danışır, buz kimi soyuqdur. Fikir verirsən ki, adamda mərhəmət yox, insaf yox, ədalət yox, səxavət yox, nə insan, qeyrət yox, nə insani keyfiyyət varsa yoxdur bu adamda. Ancaq nə var? Təkəbbür, egoizm, diktatura, tiranlıq var adamda, fironluq var. Adam özü üçün səni balasın qurban verər özünə. Bu adam balasını belə istifadə elər öz marağı naminə. Nə qədər görmüsünüz belə adamlar var. Fikir verin, onlara kənardan baxanda ikrah edirsiniz. İrgənir adam onlardan. Söhbət eləmək istəmirsən, yanında dayanmaq istəmirsən, danışanda da istəyirsən ki, ay Allah, tez qutarsın, bunun bu səsini eşitməyim. O uzunqulağın səsi kimi, səsi adamı bərk narahat eləyir. Allah da uzunqulağı misal çəkir, deyir ki, yalnız cismani yönü üçün yaşayanların səsi, yəni varlığı çirkindir, fəaliyyəti çirkindir, bu o insanlar kimi çirkindir. İnsan öz fitrətinin halını hiss etməyə başlayanda, onda ilkin olaraq bir şeyin var olduğunu hiss eləyir. Başlasaz özünüzü duymağa, özünüzü hiss eləməyə, sizdə bir şeyin var olduğunu hiss eləyəcəksiniz. Birinci bir şeylə üzləşəcəksiniz özünüzdə. İnsan özündə hiss etdiyi ilk şey haqpərəst olmasıdır. Fitrən biz hamımız haqpərəstik. Nə deməkdir? Həqiqətpərəst yəni. Bunu bizə kimsə kənardan öyrətmir. Biz fitrən hiss edirik ki, hər şeyin düzün bilmək istəyirik. Yalanı sevmirik, aldadılmağı sevmirik. Hərçənd yalan danışarıq, o başqa məsələdir. Amma özümüz aldadılmağı sevirik. Kim tapa bilərsiniz ki, deyilsin ki, mənə aldadın, mənim xoşum gəl. İnsan fitrən düzgün məlumatları sevir. Fitrən həqiqəti sevir. Fitrən həqiqəti bilmək istəyir. Hərçənd ziyanına da olsa, xeyrinə də olsa fitrən bilmək istəyir. Misal üçün, mən adam görmüşəm, xəstəxanada olub az.
Mən bildiyim, biz içərdən çıxanda bildik ki, bir xəstə dünyasını dəyişdi. Həkim də bilir ki, ana o tərəfdədir. Övlad dünyasını dəyişib. Allah heç bir ataya, heç bir anaya övlad dağı göstərməsin inşallah. Övlad dünyasını dəyişib. Həkim bunu deməlidir, qəza nəticəsində olub hadisə. Həkim bunu çıxıb deməlidir də valideyndən, axır xəbər verilməlidir kimsə. İçəridə söhbət gedir, o deyir səndir, bu deyir səndir. Biz deyir ki, birdən-birə deməyək də, yavaş-yavaş. Birinci deyək, ağırlaşır, belə hissə, birdən-birə vəziyyətləri, ananın ürəyi, ana da xəstədir. O da öz canı ilə ağrıya-ağrıya gəlib ora. O mənzərə indiyə qədər gözümün qabağındadır. Həkim çıxdı, ana yapışıb yaxasına, deyir, mənim oğluma nə olub? Deyir ki, biraz vəziyyəti kritikdir, tibb dillə danışır da, belədir. Gördüm ya, ana hiss edir. Yoxu düzün de mənə. Bax, fikir ver, həkim dedi, yalan şirində axı. Rahat ol da, deyən, hə, oğlum sağlamdır, sağdır, yox, anaya bu lazım deyil, şirin yalan lazım deyil, həqiqət nədirsə onu de. Ölübsə də de, sağdırsa da de, amma həqiqəti de. İnsan fitrən, hətta öz oğlunun ölüm xəbəri də olsa belə həqiqəti eşitmək istəyir. Aldatma mən, həqiqəti de. Öləcəm, başımı divara vuracam, üzümü cıracam, neyniyəcəm, amma həqiqəti bilim. Bax, biz fitrən həqiqəti bilmək, həqiqətpərəst olaraq yaradılmışıq. Heç vaxt yalanı, aldatılmağı sevmirik, ziyanımıza belə olsa, bilək həqiqət nədir? Bilək bizə xəyanəti kim elədi, bəzən olur. İnsan həqiqəti bilmək üçün çalışır, çapalayır və heç bir insan yalanı sevmir, aldatılmağı sevmir. İnsan hansı sahədə olursa olsun, öz ətrafındakı vəziyyətin ən düzgün tərəfini bilmək istəyir. Ən yaxşı nədir, ən düz nədir, ən lazımlı nədir? Bunların hamısını bilmək istəyir insan. Görmürsünüz insan məsəl üçün, tələbə hazırlaşır, öldürür özünü ki, nəyi bilsin, imtahanda nə cür suallar düşəcək. Siz təsəvvür edin, tələbə tarixə hazırlaşır, gedib oturub biologiya oxuyur, olur belə bir şey. Yox, olmur axı, insan nəyin düşəcəyini öyrənir əvvəl, sonra ona uyğun fəaliyyət göstərir. Bax, insan belədir, haqpərəstdir, həqiqətpərəstdir. İnsan hansı sahədə olursa olsun, dediyim kimi, fitrət öz ətrafındakı vəziyyətin ən düzgün tərəfini bilmək istəyir. Bizim hər şeydən çox həqiqəti bilməyə fitrən ehtiyacımız var. Allah bizdə həqiqətə qarşı bir meyil yaradıb ki, sudan da, havadan da çox həqiqəti bilmək istəyirik. Məhz uşaq vaxtı ağlımız kəsəndə bizim o böyüklərə verdiyimiz suallar var. Uşaq uşaqlığından verdiyi suallarla fitrətinin səsi ilə oturub durur. Fitrət uşağı tələb eləyir, öyrən, həqiqətləri bil, sual ver. Biz də bezirik uşaqların sualından. Bezmək lazım deyil, o fitrətin işini görür. Fitrət tələb eləyir ondan. O uşaq da axı bizi qədə bilmir. Amma istəmir aldadılsın. İstəyir hər şeyin həqiqətini bilsin, düzün bilsin, ən düz olanı öyrənsin. Ona görə başlayır sual istehsal eləməyə. Fitrət uşağın düşüncəsində sual istehsal eləyir ki, mən həqiqəti öyrənmək istəyirəm. Uşaq da başlayır sual dalayıcan verir. Biz də elə bilirik ki, uşaq bezdirici uşaqdır. Bezdirici deyil, o fitrətinin tələbin yerinə yetirir əslində. İnsan fitrəti üçün həqiqətdən böyük dəyər yoxdur. Ən alçaq adam üçün də belədir, ən yaxşı adam üçün də belədir. Yadda saxlayın, həqiqətdən böyük dəyər yoxdur insan üçün. Olubmu ki, məsələn, heç özünüzü hansı bir sahədə aldatmağa, yalana inandırmağa çalışmısınız? Heç vaxt. Mümkün olub yalana inandırasınız, mümkün deyil. İnsan özün yalana inandıra bilməz. Sən bilirsən ki, bu yalandır. Məsələn, mən deyirəm ki, acaba bu qaradır. Misal üçün, bunu göstərirəmsə deyirəm, qaradır. İnanın buna zəhmət olmasa. Siz də başınızdan təsdiq edirsiniz, inandıq. Allah haqqı inandıq. Nönə qəbri inandıq, Bakılılar demişlər. İnandınız, vallahi içinizə baxın, görün inandınız. Mənə dediniz, inandınız, özünüz də təsdiq elədiniz. Amma inanmadınız axı. Fitrən inanmadınız axı. Başa düşdünüz nə demək istəyirəm? Fitrət deyir, ay haya, ay inandım ha. Sən elə bilirsən ki, məni aldatmaq asandır. Fitrəti heç vaxt aldata bilməzsiniz. Fitrətə heç vaxt yalanı həqiqət adına yedizdirə bilməzsiniz. Yalan olduğunu bildiyiniz halda. Ona görə də fitrət üçün əsla həqiqətdən böyük dəyər yoxdur. Bəzən insan pis bir günah eləyir. Məsələni qaytarım həm də günah mövzusuna. Başınızı ağrıdanda xəbərləyin mənə, mövzunu saxlayaq, namazımızı qılaq. Məsələn, insan pis bir günah eləyir. Günah nədir?
Bəzən deyirlər, deyir insan 15 dəqiqə danışanda həm özü başa düşür nə danışır, həm qarşı tərəf başa düşür nə deyir. Deyir ikinci 15 dəqiqədə özü başa düşür, qarşı tərəf başa düşmür. Üçüncü 15 dəqiqədə heç biri başa. Amma mən valla belə mən 2 saatda danışsam özüm də başa düşürəm. Ümid edirəm ki, siz də başa düşürsünüz. O bilmirəm kimi üçün çəkilib o misallar. Var elə adamlar, amma mən özümə aid eləmirəm onu. 3 saatda danışsam əla bilirəm nə danışıram. Yəni o hamiyə şamil qanun deyil. Heç kim gəlib sıramasın sizə ki, kim 45 dəqiqədən çox, 30 dəqiqədən çox danışırsa bilmir nə danışır. Elə sözü mən şəxsən özümə təhqir hesab edirəm və özümə aid eləmirəm. Mən özüm heç vaxt o cərgədə görmürəm özümü. Kim görür özü bilər. İnsan, bir misal çəkim sizə. Pis bir günah eləyir. Günah nədir? Bir dənə də cavab verək. Günah, çox cavablar verərsiniz. Gəlin bir dəfə də indiyə qədər demədiyim bir cavabı deyim sizə. Günah həqiqətin düşmənidir. Həqiqətin müxalifidir. Günah həqiqətlə ziddiyyətdir. Haqq nədirsə, onunla tərs gedəndir günah. Belə. İnsan günah eləyir. Fitrət bunu hiss eləyir dərhal. Dərhal hiss eləyir fitrətimiz ki, mən nəsə elədim, səhv elədim. Və başlayır narahat olmağa. Çünki görür axı ki, bu haqq tələbdir, sən də elə bil bunun düz getdiyi yolda çevirdin özünə tərəf. Buna müxalifət elədin. Bunun haqq tələbliyinə müxalif iş gördün. Dərhal narahat olur. Biz də bunun adını qoyuruq nə? Vicdan. Vicdan fitrətin narahatçılığının bizim qulağımıza gəlib çatan səsidir. Hiss etdiyimiz səsidir. Niyə narahat olur? Çünki insan düz olanın əksinə iş görüb deyə fitrət ki, həqiqət pərəstdir, həqiqətin aşiqidir. Siz günah eləyib həqiqətə müxalif iş görəndə, o da həqiqətə aşiqi daxil, dərhal başlayır narahat olmağa. Misal üçün sizə bir söz deyim. Misal olaraq, sizin ən sevdiyiniz adama gözünüzün qabağında kimsə əl qaldırsa, nə vəziyyətə düşərsiniz? Sevirsiniz, ona kimsə müxalif davranan kimi dərhal narahat olarsınız da, düz? Bax, fitrət də belədir. Fitrət haqqın aşiqidir. Sən günah eləyib, haqqa qarşı gələn kimi fitrət narahat olur ki, sən neynirsən? Axı, mən onun aşiqiyəm, mən onu sevirəm, sən də ona müxalifətli eləyirsən. Və insan bəzən bu narahatlığı hiss eləyərək dayanır, özün düzəldir. Bu oldu əla. Özün düzəltdi adam. Hiss elədi ki, yox, düz getmədi, ya, vicdan tərpəndi, içi tərpəndi, özündən peşman oldu, görürsən ki, sındırdı özün, təkəbbürün sındırdı, danladı özün, xəcalət çəkdi və s. və ilə axır. Getdi tövbə elədi, tövbə eləməsə də belə ən azından günahı təkrar eləmədi, bu əla. Amma bəzən də insan bu narahatlığı hiss eləyir, başlayır özün məşğul eləməyə, bəhanələr tapmağa, səs-küy yaratmağa ki, fitrətin, narahatlığın hiss eləməsin. Günah eləyəndə hiss eləməsin ki, fitrəti narahatdır. Onda olur bədbəxt. Onda olur fasik. Fasik kimdir? Hər günah eləyən fasik deyil. Fasik o günahkardır ki, günahının onun içində yaratdığı, narahatlığın səsin boğur. Hiss etmək istəmir ki, içinin haqpərəstliyi müxalif dayanıb onun o günahına qarşı. O bir filmimiz var bizim. Çoxlarının dilinin əzbəridir, deyir. Oturub Allahın haram buyurduğunu içirlər, deyir ki, iç. Bilən bilir ki, biz dərddən içirik. Yəni, insan dərdini həll eləmək əvəzinə, o dərdi hiss etməmək üçün ucuz bir məşğulluq tapır. O içki bir misaldır, amma çox həyatımızda belə olur bəzən. İçin dərdini ört-basdır eləmək üçün ucuz məşğuliyyətlər tapırıq. Bax, gənclərin bugünkü durumunun ən böyük problemli tərəfi budur. Gənc fitri hissəyinin üstünü ört-basdır eləmək üçün başın qatır o telefonda. Başın qatır bir əyləncə ilə, ucuz bir şeylə.
Ona yaraşmayan bir şeylə tək özümü məşğul eləyim, hiss eləməyim, mən düz adam olmaq istəyirəm, hiss eləməyim. Fitrət düz adam olmaq istəyir axı. Deyirək ki, bir sənin nə var? Bu düz adam olmaq hissini, fitrətimin əməl eləsəm, bəzi şeylər əlimdən çıxar. Elə qoy bunu bastırım, qoy bunu məşğul eləyim, qoy bunun səsini eşitməyim. Və insan elə ki, fitrətinin tələbindən qaçmağa çalışdığı şeytan dərhal əlində günah gəlir, dayanır qabağında və günahı sənin eləyir ən sevimli məşğuliyyətin. Günah özündən qaçan insanların məşğuliyyətidir. Günah öz fitrətindən qaçan, fitrətinin səsinə görə qulaqların tıxıyan insanların məşğuliyyətidir. Qur'anın bir ayəsi var, hamımız onu əzbər bilirik. Mən inanmıram ki, burada o ayəni bilməyən adam olsun. Uca Allah Bəqərə surəsi 156-cı ayda buyurur ki, "Əllezîne izə əsabethum musibətən qalu." Deyir, o kəslər ki, onlara bir müsibət üz verdikdə deyərlər, "İnna lillahi və inna ileyhi raciun." Həqiqətən biz Allahdanıq və ya Allahınıq və Allaha tərəfdə, ona tərəfdə qaytarılacağıq. Bu ayə bizə nə mesaj verir? Çox mesajı var, bir mesaj da mənə elə gəlir budur. Mənə elə gəlir deyəndə elə düşünüb baxırsan ki, elə bu ola bilər. Bu ayə bizə fikir verin, dərdlə, problemlə, müsibətlə üzləşən insanın fitrətinin səsi nə olmalıdığını başa salır. Deyir, bax, insan dünyada müxtəlif növ əziyyətlərlə üzləşəcək, çətinliklə üzləşəcək, müsibət, bəla, xəstəlik, cürəbəcür. Bir yandan üzü güləcək, bir yandan ağlayacaq. Bir yandan kiminsə mövludunu təbrik eləyəcək, bir yandan kiməsə başsağlığı verəcək. Həyat budur da. İndi baxın, bu ayə bizə dərdlə üzləşən insanın iç səsi, fitrətinin səsi nə olmalıdığını öyrədir. Yəni, fitrətinin səsini boğmayan insan bir müsibətlə üzləşəndə hiss eləyir ki, bu problemlərin heç biri daimi deyil, bir gün bitəcək və o gəldiyi yerə qayıdacaq. Yəni, insan müsibətlə üzləşəndə fitrətimiz bizə bilirsiniz nə deyir? Deyir ki, nəyə narahat olursan ki? Sən Allahdan gəlmirsən, Allaha tərəfdə qayıdırsan, bura müvəqqətidir, bura görə narahat olub günaha qaçma. Fitrət bunu deyir bizə. Günahla özünü məşğul eləmə. Günah çıxış yolu deyil, dərddən içmə. Dərddən Allaha tərəf yönəl. İçib özünü məşğul eləmə, misal üçün. Dərdə düşdün, Allaha tərəf yönəl. Başa düş ki, fitrət deyir ki, qardaş, bunun çarəsi budur. Sən Allahdan gəlmirsən, Allaha qayıdırsan. Biz problemlə, ağır bir dərdlə üzləşəndə fitrən hiss eləyirik, biz tək deyilik. Olub elə şey. Olubmu ki, çarəsiz qalanda içindən hiss eləmirsən ki, tək deyilsən? Elə bir varlıq dayanıb yanında ki, hər şeyin açarları onun əlindədir. Fitrən hiss eləyir, insan tək deyil. Bunu duyursan, düşünüb tapmırsan, ha? Kim deyirsə ki, mən bunu düşünüb tapıram, yalan deyir. Onu düşünüb tapdınsa, bu xətalıdır, bu başqa şeydir, bu ucuzdur. Fitrən hiss eləyirsən ki, tək deyilsən. Müsibətlər bizə ən ali həqiqəti, Allahı fitrən hiss eləməyə kömək eləyir. Vallah, əgər biz müsibətlə Allahın varlığını fitrən hiss eləməsəydik, müsibət gəlməzdi. Müsibət göndərməzdi Allah, bəla göndərməzdi. Bəzən doğrudan da olub, mən adamlar tanıyıram ki, fasiqin biri idi, kənddə günah əhlidir də, o günah, hansı günah daşının altını qaldırsan, bu çıxacaq. Amma bir yaxını rəhmətə gedib, adama baxmışam, məsələn, 1 ay, 2 ay, 3 ay, indi görürük də birimizi, görürəm, yox, dəyişilib. Düzdür, sonra dozası gedəndən sonra yenə də qayıdır öz əvvəlki halına. Amma o hal var ha, ölüm onu qaytarıb fitrətinə. O yaxınının əzzinin itkisini görəndə, ölümün görəndə qayıdıb özünə, fitrətinə qayıdıb deyə toparlayıb özünü. Kəş elə həmişə də onu saxlaya bilər əlində. Həmişə fitrətinə qulaq asa bilər. Biz birinin ölümün görəndə fitrətimiz hayqırır içimizdən ki, insan, həqiqət bax budur ya, budur həqiqət. Sən həqiqətə tərəf qayıdacaqsan, həqiqət ölümdür, ölümlə qayıtdığın Allahdır, diqqətli ol biraz. Və fitrətlə əlaqəsi sağlam olan insan
hər əlinə halal nemət düşəndə də, hər başına bəla gələndə də içdən hiss eləyir ki, Allah var. Nemət də verəndə, misal üçün adam var ki, bu gün pul qazansın, əlinə o pulu götürəndə fitrən hiss eləyir ki, bunu Allah verdi ona. O başa düşür ki, ruzunu Allah yetirdi ona, fitrən hiss eləyir, ona təşəkkür eləyir, sonra üzünü döndərir Allaha ki, ilahi, sənə də çox şükür. İlahi, çox şükür verdiyin nemətlərə. Çünki o başa düşür ki, düzdür özü işləyib. Düzü zəhmət çəkib, amma zəhmətdir, bunlar hamısı bəhanədir Allahın ruzu verməsi üçün. Ruzunu verən Allahdır, bunu fitrən hiss eləməlidir insan. Və bizim fitrətimiz nəyin Allahdan, nəyin şeytandan olduğunu anında hiss eləyə bilir. Yetər ki, fitrətin başın qatmayasan. Və bizim işimiz bu olmalıdır ki, fitrətin hiss etdiyinin üstün ört-bastır eləməyək. Və bu fitrətlə əlaqəli mövzumuz bura qədər. Ümid edirəm inşallah, hardasa bu bir neçə cümlə danışdığımız mövzular sizin üçün azacıq da olsa özümüzü tanımağımıza inşallah bir qədər də olsa vasitə ola bildi və Allah nəsib eləsə qarşıdan Muhərrəm ayı gəlir və mən çalışacağım Muhərrəm ayı boyunca da bir xüsusi mövzuya işarə eləyim ki, o mövzumuz bu mövzu ilə əlaqəli olacaq inşallah və bu mövzunun daha geniş, daha əhatəli və daha dərin izahını Allah nəsib eləsə Muhərrəm ayında inşallah. Tək Allahın ömrü və Allah bizə bir ömür versin, ömrümüz vəfa eləsin. Allah sizlərə də ömür versin inşallah. Hamılıqla gəlib ağamızın əza məclislərində iştirak eləyək inşallah və bu mövzularımızı da orada danışaq, siz də dinləyib nəticə çıxardasınız Allahın izni ilə.